məktəbin, hər bir məktəbin özünün şanlı tarixi olur. Bax, bugün bu məktəbin də o şanlı tarifinə qızıl hərflərlə yazılan bax, bir gündür. Mən bilirəm, burada Əhmədov Abdullahın da adına sinif var, Cəfərov Cadinin da adına sinif var, Salihin da adına burada sinif var. Bugün də Qubad alamızın adına burada sinif verilir. Burada bax, neçə uşaq var burada? 21. 21 uşaq var. Bax, sizə. Bu 21 nəfər Qubaddır deyək. Bax, 21 nəfər və hamısı hələ öz oxuduğu sinifdə, sinifin adını daşıdığı o şəhidin adını özlərində götürməlidir və o yarımçıq qalan ömürlərini də bax, bu hər biri yaşamalıdır. Burada inşallah ki, bax, bizim bu gözəl balalarımız var. Bunlar gələcəkdə hamısı ana olacaqlar, bir xanım olacaqlar, övladları olacaq. Yəni ki, bax, bu belə bir stimullaşdırıcı şəhidlərimizin adını yaşadaraq öz övladlarına da şəhidlərimizin adını verəcəklər. Niyə məhz şəhidlərimizin adını? Çünki şəhidlərimiz bugün Azərbaycanımızın suverenliyi üçün düşünmədən belə öz mübarək bədənlərini qurban verirlər. Bax, burada analar yanırlar. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Analar, oğullar bitiriblər. Adicə evdə övladın ayağına, ya parmağına bir tikan baxanda valideyn nə qədər həyazan keçirir. Bax, bu analar, Allah onların canını sağ eləsin, Allah onlara səbir versin, Allah millətimizə səbir versin ki, bax, bu qələbəni bu millətə, bu xalqa yaşatdılar. Bugün Cənab Prezidentimizi uşaqlar dinləyirsiniz də, televizyona baxırsınız. Görürsünüz necə vüqarla, necə qürurla danışır. Bax, o vüqarla, qürurla vuran o məhz o oğulların ata-analarıdır ki, o cür oğullar yetişdirirlər ki, Cənab Prezident də arxayındır ki, hər zaman Azərbaycanımızın gələcəyi, suverenliyi, müstəqilliyi etibarlı əllərdədir. Mən bir söz deyərdim mən balalarım. Diqqətlə qulaq asın. Bir vətən uğrunda ölmək vardır, düzdürmü? Amma siz bundan sonra yaşayacaqsınız. Siz yaşamalısınız ki, bizim dövlətimiz yaşasın. Yaşamalısınız ki, bizim şəhidlərimizi yaşadasınız. Yaşamalısınız ki, bizim törəmiz yaşasın bundan sonra. Ona görə də mən sizə ancaq və ancaq can sağlığı arzu edirəm, müəllimlərinizin sözünə qulaq asmağı. Artıq siz ibtidai sinifi qurtarırsınız. Artıq uşaqlıq illərini, belə deyək, körpəli illərini qurtarırsınız və belə deyək, yeniyetmə dövrə gedən bir uşaqlıq illərindən 5-ci sinifə qədər olacaqsınız. Və bilməlisiniz ki, hansı sinifdən siz ora getmişsiniz, kimin adını daşıyan sinifdən ora getmişsiniz. Və hətta mən arzu edərdim ki, gələcəkdə belə bir yarışmalar da keçirilərdi bu şəhid sinifləri arasında. İstəyir oxumağına görə, istəyir digər sosial yönlü olduğuna görə bir-birləri ilə belə bir yarışmalar olardı ki, mən bugün Qubadın adını daşıyan sinifin bir fəal şagirdi olaraq mən bunu qazandım. Bax, belə bir rəqabət inkişafa gətirib çıxaran bir yarışlar. İnşallah.